dərsin əvvəlində zərf əsasən hərəkətə aid olur, düzdürmü? Desək ki, zərf yalnız hərəkətə aid olur, bu fikir bizim üçün nə olacaq? Yanlış. Niyə? Nümunə yazaq. O yaman yorğun idi. Bir də deyirəm ki, o yaman danışdı. İki dənə yaman söz verirəm. İndi mənə deyin görüm, birincidə hansı qrammatik mənadır, ikincidə hansıdır? Yaman yorğun idi, yaman danışdı. Buyur Şəbir. Birinci sifət zərf. Birincidə sifət, ikincidə zərf. Başqa şey demək istəyir, Fəxri? Birinci sifət, ikinci zərf. Başqa? Ayhan, tam elə deyir. Hamı deyir ki, birinci sifət, ikinci zərf. İkinci sifət, başqa sən mən qapıdan götürdün. Bircə dəqiqə buyur, ikinci dəqiqədə sən buyur. Eynidir. Nə, eyni nə? İkisi zərf. Sayıcı eynidir. Əmir, İkisi zərf. ikisi də zərfdir. Əmir ikisi də zərfdir. Axı birincidə ismi xəbərdir. İndi qulaq kameramanımız düzdür. Nərgisə düzdür. İkisi də zərfdir. Zərf. Yalnız hərəkətə aid olur fikri yanlışdır. Zərf hərəkətlə yanaşı əlamətə də aid ola bilər. Hərəkətlə yanaşı əlamətə də aid olacaq. Əgər ismi xəbər mövqeyində çıxış edən söz əsas nitq hissəsi olaraq, məsələn, burada nədir? Sifətdirsə, deməli yaman olacaq sənin üçün zərf. Sifətdir, əlamət bildirir, zərf əlamətə aiddir. Bəli, burada baxan kimi rahat tapacaqsınız ki, hərəkət bildirən sözü deməli bu 100% nədir mənim üçün zərf. Amma yadınızda saxlayın, tərz hərəkət zərfdir. Hərəkətə aid olduğu kimi nəyə də aid ola bilər? Əlamətə. Ona görə hər ikisində də yaman sözü mənim üçün nədir? Zərf. Diqqətli olur. Tamam?